Salam əziz şagirdlər. Bu video izahımda 20 sınaq 9-cu siniflər üçün olan sınaq 20-dən mövzu sınağı 1 və 2-nin izahını verəcəm. Keçək sualların izahına. Burada mövzular natural ədədlər, onluq kəsrlər, adi kəsrlər və həqiqi ədədlərdən düşüb suallar. Bir növ mövzunu izah eləyə tam olaraq, yəni lazım olan hissələrə mövzunu izah eləyə sualların izahını verəcəm. Ona görə diqqətlə qulaq asırsınız və əlavə olaraq da sualı birinci özünüz eşitləyin, sonra isə bura baxarsınız və bu mövzu sınaqlarının həqiqətən 9 sinif buraxılışı üçün köməkliyi olacağını düşünürəm. Keçək sualların izahına. Birinci sualda nə deyir? Ədəd oxunda hər birinin kəsr hissəsi 0,7 olan A və B ədədləri nöqtə ilə qeyd edilmişdir. A üstəgəl B cəmini tapın. Hər birinin kəsr hissəsi 0,7 isə B2 tam onda 7 olur. A isə mənfi 3 tam onda 3 olur. Niyə müəllim A mənfi 3 tam 13 olur? Kəsr hissəsi axı 0,7 mənfi 3 tam onda 7 niyə olmur? Çünki mənfi 3 tam onda 3 ədədinin kəsr hissəsini tapmaq üçün ədədin özündən tam hissəsini çıxırıq. Mənfi 3,3-ün tam hissəsi nədir? 4, bu eləyir 0,7. Ona görə. İndi buradan A üstəgəl B-ni istəyir bizdən. Mənfi 3,3 üstə gəlsin 2,7. Bu da eləyir mənfi deməli 0,6 olur B variantı. Keçək ikinci suala. İkinci sualda verib bizə belə 1,2 bölünsün 0,2 üstə gəlinsin 1,22 bölünsün 0,2 üstə gəlinsin 26 bölünsün 1,444 dövrdür. Bərabərdir. 100-ə vuraram və bunu da bu ifadəni 100-ə vururam. Olur 120 bölü 2 üstə gəl yenə 100-ə vuraram. Olar 22 bölü 2. Bunu isə 26 bölünsün 1,9'da 4. Bak 1,9'da 4 də 1,9'da 13 olar. 122'ye böləndə 60, üstə gəlinsin 11, üstə gəlinsin. Bunlar getsə 2, 2, 9, 18. 60 üstə 11, 71, üstünə 18 gələndə 89. Nədir bu? 71. Bir dəqiqə nəyə sərf elədik biz burada? 100'ə vursaq, 120, 100'ə vursaq, 1,9'da 4, 13. 9 kere 2, 18. 100'ə vursa 120, yox, 122'nin 2'yə böləndə 61 olur. Deyirəm axı 61. Bu deyir, deməli 121 üstə gəlinsin 18, 139 cavab olur D variantı. 139 D variantı. Keçək üçüncü suala. 3-də sadə ədədlər üçün olarsa əbob AB-ni tapın deyir. Deməli, AB-ni tapmaq üçün biz nə edirik burada? Bax, əbob AB-dirsə A-nın vuruqları nədir? M-dən 3 dənə, N-dən 2 dənə, P-dən 6 dənə bu qaydada. Əbob üçün ən kiçikləri götürürük. Məsələn, A-dan B-də ortaq nədir? M-in kubu vurulsun. N-dən kvadratdır, amma burada bir dənə olduğu üçün N-dən 1'in götürürük. Vurulsun. P-nin kubu vurulsun. P heç yoxdur. P heç A-da olmadığı üçün götürmürük. Ortaqlar götürmürük. M-dən kubdur. Burada N-dən bir dənə olduğu üçün N-in 1'in götürürük. P var. P-nin kubu. Z və T olmadığı üçün onları heç götürmürük. Deməli, sadə ədədləri üçün əbob AB-ni soruşur. Və sıram M kubu, N, P kubu. Cavab olur A variantı. Keçdik 4-cü suala. Ədədlərin standart şəkli yazışına hansı ifadə doğrudur? Qiymətli hissəsi 12,6 xeyr. Qiymətli hissə uşaqlar, qiymətli hissə. Məsələn, hər hansı A ədədi bərabərdir, R vurulsun, 10 üstü N-dirsə. Burada A ədədin özüdür. R qiymətli hissədir. Qiymətli hissə 1-dən böyük bərabər 10-dan kiçik olmalıdır. N isə olmalıdır tam ədədlər çoxluğu. Natural yox ha, tam. Yəni
0,5 saat belə şeylər ola bilməz. Amma -5, -3 və yaxud da 6 bu qaydada ola bilər. İndi burada R qiymətli isə 12,6 ola bilməz, 126 ola bilməz. Qiymətli isə 1,26-dır, düzdür. 3 doğrudur. Tərtibi 4'dür. Baba vergülü qoyuram buradan. 1 tam. Neçə dənədir? 2, 4, 6. 1 tam %26 vurulsun 10 üstü 6. Tərtibi isə 6'dır, 5. Cavab olur 3, 5, C variantı. Keçdik 5-ci suala. 1 çıxılsın 0,5. 1-dən 0,5 çıxanda 0,5 vurulsun. 1-dən 9'da 3 çıxırsan, 3'də 1 çıxırsan, eləyir 3'də 2. Aha. Vurulsun. 1'dən 0'dan %25 çıxanda 0'dan %75. %75 o 25'e ixtisar getsə 4'də 3. Vurulsun. 1'dən də 0,2 çıxanda 0,8. 10'da 8 o da eləyir 5'də 4. Bunu da silək. Yazaq 2'də 1. 2'lər getdi, 3'lər getdi, 4'lər getdi. Cavab qaldı 5'də 2. Cavab oldu 5'də 1. B variantı. Ədəd oxunda A ədədindən 13 vahid məsafədə yerləşən B və C ədədləri üçün. Bax, ədəd oxudu. Ədəd oxudu. A ədədindən 13 vahid məsafədə A üstəgəl 13 də ola bilər. A çıxılsın 13 də ola bilər. B və C ədədləri yerləşir. Bax, bu B ədədidir, bu da C ədədidir. Aha. A və B və C ədədlərinin ədədi ortası 20 olarsa, yəni A üstəgəl B üstəgəlsin C bölünsün 3 20-dirsə, cəmi 60'dır. Aha. B üstəgəl C-ni bizdən istəyir. B-nin yerində nədir? A çıx 13. Yerinə qoyuram. A üstəgəlsin A çıx 13. C-nin yerinə də A üstəgəl 13 bölünsün 3'ə. Ehtiyac varmı? Buna ehtiyac yoxdur. Bərabərdir 60'a. 13'lər getsə olur 3A bərabərdir 60. A da bərabərdir 20. A-nı tapdıq 20. Bizdən B üstəgəl C-ni istəyir. A 20'dirsə 13 vahid o tərəfdə 33'dür. 13 vahid solda isə 7'dir. 7 üstəgəl 33 cavab eləyir 40 A variantı. Əla. Keçdik 7'yə. 7'də bizdən nə istəyir? Əbob 8n, 10n, 10 olarsa əkob bunu ifadəsinin qiymətini hesablayın. Bax, 7'də belə bir şeydir. 8n və 10n-dən mən 2n-i mörtəzə xaricinə çıxardaram. Qalar belə əbob 4, 5 bərabərdir 10. Baba, əbob 4, 5 ardıcılarda 1 olduğu üçün 2n bərabərdir 10'dur. N bərabərdir 5'dir. N-i 5 tapdıqsa əkob 3'ü 5'ə vuranda 15 üstəgəl 1, 16, 2 ilə 5'də 10. 16 ilə 10'un 2'ni ortaq məxrəc çıxardaram. Əkob 8, 5, 8'dən 5, 40 eləyir. Bu da eləyir 80. Cavab olur D variantı. 8'də birinci nasos boş hovuzu 4 saatda, ikinci nasos 6 saatda doldurur. Üçüncü nasos isə bu hovuzu 12 saatda boşaldır. İndi belə fikirləşək. Bir xəyali bir ədəd tapaq. Birinci nasos 1 saat, ikinci nasos 2 saat, üçüncü nasos 3 saat işləyir. Hovuz hansı hissəsi boş qalar. Xəyali bir ədəd götürək. Məsələn 4, 6 və 12'yə bölünən ədəd 12. Məsələn mənim hovuzum 12 ton su tutsun. Bu birinci nasosdur. Yazıram birinci. Bu ikinci nasosdur. Doldurur. Bu aşağıda isə üçüncü nasosdur. Boşaldır. Deməli 12 tonu birinci nasos tək işləsə 3 saata 4 saata doldurursa, deməli saata 1 saata 3 ton su vurur. 3 ton. İkinci nasos 2 ton. 2 ton. Düzdürmü? Saatı 2 ton. 6 saat doldurursa 2 ton. Üçüncü nasos isə 12 saata boşaldırsa saatda 1 ton boşaldır. Toplamda bunlar 1 saatda nə qədər iş görürlər? 3, 2, 5. 5'dən də 1 çıxsam 4 ton. Niyə 5'dən 1 çıxıyor? Çünki üçüncü nasos boşaldır. 5 ton su tökülür, 1 ton çıxır 4 ton saatda. Birinci nasos 1 saat işləsə, yəni 3 ton. Üstə gəl. İkinci nasos 2 saat işləsə, yəni 4 ton. Aha. Üstə gəl. Üçüncü nasos 3 saat işləyərsə, üçüncü nasos 3 saat işləyirsə, deməli 3 ton artıq çıxdı.
3'lər getdi, cavab elədi 4 ton. Deməli 12-də 4'ü doldu. İxtisar getsə 3'də 1'i doldu, 3'də 2'si qaldı boş. Hansısı boş qalar? Qəşəng sualdır. 9'da ifadəsinin qiymətini tapın. 1 tam 3'deki üstəgəl 6'ya 1 tam 3'deki nə deməkdir? 1 tam 3'deki 1 tam 6'da 4 deməkdir. Üstəgəlsin 6'da 7. Bu eli 1 tam 6'da 11. 2 tam 6'da 5. 2 tam 6'da 5. 6'da 17. Vurulsun 17'də 12. Bunlar ixtisar getdi. Qaldı 2. 2 tam 10'da 1 böl 0 tam 10'da 1. 100'e vursam 210 böl 7 30. Üstəgəl 30. 10'a vursam üstəgəl 10. Cevap olur 42. C variantı. 10'da EBOB bu olas ifadəsini EBOB 160'dan 240'dan 40'ı çıxardıran mörtəzə xaricin 40'ı yox 80'ə çıxartmaq olar elə birbaşa. 80'i çıxardıran mörtəzə xaricinə qalır EBOB 2 və 3. Üstəgəl EKOB 120'dən 42'dən deməli neçəni çıxartmaq olar oradan? 42 ilə 120'dən 6'nı çıxartsam 27 qalır. Bəli, 6'nı çıxartsam olar EKOB 20 ilə 7. EBOB 2-3 qarşılıqlı sadə olduğu üçün 1'dir. 80 üstə gəlsin. EKOB 20'dən 7 qarşılıqlı sadə olduğu üçün 140 hasili. 6 vur 140'a. 80 üstə gəlinsin. 6'ya 4 24. 840. 840'ın üstüne 80'i gələndə 920. Cevap oldu D variantı. Ədədin kəsr hissəsini tapın. 11'də A 5 kök altında 18 çıxılsın 3 kök altında 8. Bunu sən bir 5'dən 3 kök altında 18'dən bu formada eləmə. 5'i kökün altına sal. 5'i kökün altına sal 25 vur 18 olur. 18'i vursam 25'e 5 kere 8 40, 5 kere 5 9, 2 kere 8 16, 2 kere 1 2, 3, 0, 5, 4. 450, kökün altında 450. Çıxılsın, 24'ü 8'e vursam, 24'ü 8'e vursam. Deməli, 24'ü 8'e bunu əslində belə eləməyək. Bu bizə 24'ü 8'e vursaq da olar. 8 kere 4 32, 8 kere 2 16 192, 192, 192. 450 əslində bu 18 belə deməkdir də. 5 kök altında 18 nədir? 9 vurulsun 2, 15 kök altında 2. 3 kök altında 4 vurulsun 2, 6 kök altında 2. Bu elə 9 kök altında 2 olur. Düzdürmü? Bəli. Ədədin 9'u kökün altına indi salsam 81 vur 2 162 olur. 162'dən indi kök nə çıxır? Məsələn 162'dən kök çıxır 6, 7, 13, 169 ili 12 tam nə qədərsə. Düzdür? Yəni tam hissəsi 12'dir. Tam kəsr hissəsində tapmaq üçün ədədin özündən, ədədin özü budur. Çıxıram bunun tam hissəsi. 162 çıx 12 A variantı. 12'də 2, 5, 5, 8, 8, 11, 14, 14, 17 ifadəsinin qiymətini tapın. 2 ilə 5 ardıcıldır. Ardıcıllıqdır. Bax 3'də 1. Birinci ədəddən, yəni 2'də 1'dən çıxıram sonuncu ədəd. 17'də 1'i. Bu deliyər bizə verər 3'də 1 vurulsun. 2 ilə 17 34'dür. 17'dən 2 çıxanda 15. Bunlar getdi 5. 34'də 5 cavab olur B variantı. 13'də ədədlərin işarəsini müəyyən edin. 3 tam 10'dakini kvadrata yüksəl. Bax 3 tam 12 çıxılsın kök altına onu. Birinci 3 tam 12'ni kvadrata yüksəl. 2 kere 2 4, 2 kere 3 6. 3 kere 2 6, 3 kere 3 9. 4, 2, 10. 10 tam 124. Bu ondan böyük ədəd. Ona görə A müsbət. İndi 7'nin kökünü altına salsam 49 vur 2 98. Çıxılsın 5 kök altına 25 125. Kök altında 98 kök altında 125'dən kiçik olduğu üçün B mənfi. 1 tam 18'in kvadratı 3 tam 124 eləyir.
Çıxılsın 3, müsbət kök altında 3. Müsbət, C də müsbət. A müsbət, B mənfi, C müsbət, cavab olur A variantı. Sonsuz dövrü kəsr aşağıdakilərdən hansına bərabər deyil? C-yə bərabərdir. 24, 24 buna bərabər deyil. Bax, burada A-ya bərabərdir, silək. Bunu açsam indi 24, 24 D-yə bərabərdir. Aha. Burada 42 verib dövrü, görürsünüz. Dövrü 42 verib. 24, 24 bərabər. Cavab E variantı olur. Bərabər olmayan E variantı. Kəsirlərini artan sırada yazın. Deməli, ortaq məxrəcə gətirmək olar. Başqa nə eləmək olar? Başqa bir şeyə ehtiyac varmı? 7 vahid, 3 vahid, 5 vahid, 3 vahid. Artan sırada deməyir biz bunu. 7, 3, 18, 5, 20'ni ortaq məxrəcə gətirsəm 40'dır da əkub. Mesela A olur 40, 28. B olur 40'da 15. C olur 40'da 16. D de olur 40'da 26. Bunların hansı böyükdür? Artan sırada yaz deyir də. B, C, D ve A. B, C, D, A. Hani B, C, D, A? C variantı. Əla. Gələk 16'ya. Yazıb AB çıx B. AB'nin yerine yazıram. 10A üstə gəlsin B çıx. 10B çıx A 72. Olur 9A çıx 9B 72'dirsə A çıx B nə olur? 8. Kvadratı ifadəsinin qiymətini tapın deyir. Aha. Kvadratı yüksəltsəm nə verir? A kvadrat. A çıx B. Baba A çıx B'yə bir baxaq görək. Mesela A çıx B 8'dirsə A'ya 9, B'yə 1 verə bilərəm. A'ya 8, B'yə 0 verə bilərəmmi? Verə bilmərəm. Çünki B birinci ədəddir. Deməli B'yə 0 verə bilmərəm. Və sən bir dənə 9 bir şərtində. 9'un kadar 81. Üstə gəlsin 1, cavab 82. 82. 17'də ədədini 20'yə bölünməsini alınan qalıq. Bax, belədir ki, 7 vur 8 vur 9 vur 10. Üstə gəl 3 vur 4 vur 5 vur 6. Üstə gəl 59'u 20'yə bölürəm. Bax, bu ifadəyə baxsan. Bu ifadədə 2 vur 10 var da 20 var. Ayrı-ayrı kəsir kimi yazsan, bax, bunu ayrı bir kəsir kimi, bunu ayrı bir kəsir kimi, bunu da ayrı bir kəsir kimi yazsan, bu ifadə 20'yə tam bölünür. Eyni zamanda bu da bölünür. Çünki 4 kere 5 20 edir. Amma 59 20'yə bölünməsindən qalıq nə qalar? 19. 19. İfadəsinin qiymətini tapın deyir. 0'dan %78'i çıxardaram mörtəzə xaricinə. Qalan 0'dan %78'in kvadratı çıxılsın 0'dan %22'nin kvadratı. 0'dan %78 vurulsun. %78'in üstü 22 gələndə 1 vurulsun. Çıxanda 78 nə eləyir? 78'den 22 çıxanda 0'dan %56. Aha. Vurulsun 0'dan %78'də 10. Bunlar getdi. Cavab nə qaldı? 5,6. Cavab olur 5,6. Əla. 19'da 2C AB 7 ona bölükdə qalıqda var. 25 AB 7C. Bu ədəd ona bölükdə qalıqda 4 alınır. Ona bölükdə qalıqda 4 alınırsa, deməli C 4. Həmin ədədin 9'a tam bölündüyünü bilərək. Onda 2 üstə gəlsin, 5 üstə gəlsin, A üstə gəlsin, B üstə gəlsin, 7 üstə gəlsin, 4. 2 üstə 5, 7, 14, 18 üstə gəlsin, A üstə gəlsin, B. Bizə deyir A vur B vur C hasilinin ən böyük qiymətini tam A B'yə bərabər deyil. A B'yə bərabər deyilsə, məsələn, bu vəziyyətdə 0-0 ola bilər. Düzdür? Bu getdi. Bu vəziyyətdə 0-0 ola bilər. Başqa nə qoya bilərik? A üstə gəl B'yə mən nə yaza bilərəm? A üstə gəl B'yə 9 yaza bilərəm bir də. 9. Başqa nə yaza bilərəm?
A üstə gəl B-yə 9-a bölünməsi 36. 36 yaza bilərəm. A üstə gəl B onda nə olur? 18. 18. Bu vəziyyətdə də 18 olduğu nə ola bilər? 18 olanı 9, 9 bu şərt ödəmir. Bax, bu şərt getdi. 18 çünki şərt verib ki, A B-yə bərabər deyil. Bunda A üstə gəlsin B 9-dur. Bunda 8, 1, 7, 2. Bizə nə deyir? A vur B vur C hasının ən böyük qiymətini tap. İndi belə deyək də, bax, cəm 9-dursa, A vur B-nin ən böyük qiyməti üçün bir-birinə ən yaxın ədədlər olmalıdır. 5-dən 4 olmalıdır. Bu eləyir 20. 20-ni 4-ə vuranda cavab eləyir 80. Cavab oldu 80. 20-də A və B rəqəmlər üçün bax. 29 bölünsün 3. 29-u 3-ə böləndə nə düşür? 7 tam 3-də 2. A 7-dir. 2-ni 3-ə böləndə dövr gedir. Bunda B-də nədir? 6. Bax, bu 7 tam 3-dür ki, 7 tam dövrdə 6, 6, 6. Bu qaydada gedir. 7 tam dövrdə 6 kimi yazılır. 7-ni də 6-ya vuranda olur 42. Cavab olur 42. Aha. 21-də. 21-də nədir məsələ? Yazıb bizə belə. 22 vurulsun 1-dən 2-də 1 çıxanda 2-də 1. 1-in üstü 2-də 1 gələndə 2-də 3. 2-də 3. 1-dən 3-də 1 çıxanda 3-də 2. 1-in üstü 3-də 1 gələndə kvadrat kimi də aşmaq olar. Məsələn, kvadratı kimi də 1 çıxılsın 4-də 1, 1 çıxılsın 9-da 4 bu qaydada. Belə də gedər ixtisar, heç problem yoxdur burada. Aha. 1 çıxılsın, 1 üstə gəlsin 3-də 1 nədir? 3-də 4. Bax, görsən, burada məsələ. Bax, bununla bu gedir, bununla bu gedəcək, bununla bu gedəcək. Sonda qalır bu 22 vurulsun 2-də 1. Bax, görsən, bunlar gedir. Eyni zamanda bunlar da belə bu qaydada gedir. Vurulsun 11-də 12. Getdi. 11 bu da getdi. Cavab oldu 12. Şəhs oldu. 22-də A və B natural ədədləri üçün modulda 2A çıxılsın 3B ifadəsinin ən kiçik qiymət aldığını bilərik. Bu ifadə ən kiçik qiymət nə olar? 0. Onda 2A bərabərdir 3B-yə. Bəli. Onda A nə olur? 3. B nə olur? 2. İfadəsinin ən böyük qiymətini tapın. İfadənin ən böyük qiyməti üçün bunlar ən kiçik qiymətlər almalıdır. Elə deyil. Naturaldır deyir də. Bəli. Yəni düzdür, A-ya 3K, B-yə 2K deməlisən əslində. Amma buradan görünür ki, A 3-dür, B 2-dir də. Çünki ifadəsinin ən böyük qiymətini istəyirsən, məxrəc. Bax, bu məxrəc ən kiçik olmalıdır, ən kiçik qiymət almalıdır. 120 bölünsün 5. Cavab eləyir 24. Belə, qəşəng sualdır. 23-də cəminin qiymətini tapın. Bax, 23 üçün bu 3 dənə cüt bir ifadənin cəmi 0-dırsa, deməli, bunların hər biri 0-dır. Çünki bax, bu ifadədən də ən azı 0 çıxmalıdır. Bu ifadənin ən azı 0, bu ifadənin ən azı 0 olmalıdır da. Başqa cür düşünmək mümkün deyil. Çünki adi qaydada bundan 0,1 belə çıxsa, bu cəm 0,1 olur. Yəni 0 olur. Onda x bərabər 4 kökü, bax, bunu 0-a çevirən 4-dür. Burada x-in yerinə gətirib 4 qoysam, 4 çıxılsın, y üstə gəlsin 3 bərabərdir 0. Mənfi y bərabərdir mənfi 7, y bərabərdir 7. Y bərabərdir 7. Z üstə gəlsin 7 çıx 13 bərabərdir 0. Z də bərabərdir 6. Əssalam. 4, 7, 6, 13, 17. Cavab oldu 17. 24-də kəsrinin qiyməti natural ədəddir. Vuraq açaq ifadəni 1. Vuraq açaq. N kvadrat üstə gəl 11n üstə gəl 4n üstə gəl 44. Üstə gəl. N kvadrat üstə gəl 2n çıxılsın 4n çıxılsın 8. 8. Bölünsün n. N kvadrat nədir? 2n kvadrat. 4n'lər islah oldu. Üstə gəlsin 13n. Üstə gəlsin 44, 8 nə eləyir? 30.
6 bölünsün n. Eləyir 2n üstə gəlsin 13 üstə gəlsin 36 bölünsün n. İndi 36 bölünsün indi n nə ola bilər? N ola bilər. Deməli n-in neçə natural qiymətini demir. N-ə 36-nın sadə vuruqlarını ayıraq, natural bölənlərin sayını tapaq da. N nə deməkdir? 6-nın kvadratı. Bu da 2-nin kvadratı vurulsun 3-ün kvadratı. Bunun natural bölənlərin sayı 3 vur 3. 9 dənə qiymətində. Cavab olur 9. 25-də uzunluğu 96 və 54 metr olan düzbucaqlı futbol meydançasının küş nöqtələrini başlamaqla perimetrlər boyunca aralarında məsafə bərabər olmaqla dirəklər bastırılmalıdır. Bunun üçün ən azı neçə dirək lazımdır? Əbob tap 96 ilə 54-də. 96-dan 54-dən əyimi örtəsə xaricdən çıxartmaq olar. 16-nı olar mı? Olmaz. 6-nı olar. 6-nı çıxarsam qalır əbob 16 9. Bunlar qarşılığı sədə olduğu üçün 6. Deməli dirəklər 6 metrədən 1 bastırılmalıdır. 6 metrədən 1. Onda bu 96 ölçüsünə bax elə bir ki, belə bir düzbucaqlı formasında bir ölçüdür. Bura 54-dür, bura 96. Bax bu 54 zonasına 6 yerə bölsən 9 dirək gedir. 9 dirək də bura gedir. Bu 96 zonasında da 16 dirək gedir. Burada 16 gedir. 32 üstə gəl 18. 50 dənə dirək. 50 dirək. Belə. Bir